Azərbaycanın sülh körpüsü təşəbbüsünün üzvləri öz qeyri-hökumət təşkilatlarımızla, ermənilər özlərininki ilə və s. müxtəlif görüşlər keçirdilər. Bu bizə imkan verir ki, vətəndaş cəmiyyətindəki əhval-ruhiyyəni doyaq, onların suallarını, şərhlərini, tənqidlərini, təriflərini toplayaq. Məsələn, yanvarın ortasında bizim belə bir görüşümüz baş tutmuşdu vətəndaş cəmiyyətləri ilə və orada səslənən bir sual mənim beynimə həkk olundu. Bunu mən erməni həmkarlarımızla görüşdə də bir neçə dəfə səsləndirdim. Sualın biri belədir: Azərbaycan Ermənistanla sülhdən konkret nə cür faydalanacaq? Bunun konkret bizə xeyri nədir? İlk baxışdan çox sadə görünən sualdır, lakin cavabı o qədər də sadə deyil, çox mürəkkəbdir. Çünki aydındır ki, hər iki cəmiyyət növbəti müharibədən qaçmaq istəyir. Amma eyni zamanda, məsələn, biz görüşdüyümüz şəxslərin əksəriyyəti Qarabağdan məcburi köçkünlər də var, Ermənistandan qaçqın düşmüş azərbaycanlılar da var. Deyir ki, bəlkə heç bizim diplomatik, siyasi, iqtisadi əlaqələrimiz olmasın. 30 il bir-birimizi necə görməzdən gəlmişik, bəlkə elə davam eləyək. Biz oradan konkret nəticə əldə edəcəyik. Ermənistanın qazana biləcəyi nəticələr göz qabağındadır. Sərhədlər açılır, blokadadan çıxır, Azərbaycandan nisbətən ucuz neft məhsulları gedir və orada benzin stansiyalarında müəyyən qədər növbələr yaranır və s. Azərbaycanın faydası nədir bundan? Bax, bunu biz müəyyənləşdirməliyik.